Mənim çox qəzalarım olur, əlim ayağım qalxmır namaz qılmağa. Bilirəm ki, günahdır, amma elə bil əl-ayağım bağlanıb, ev işlərini də görə bilmirəm, elə bil sıxıntıdayam. Allah İsra surəsində buyurur, Kullun ya'məl əla şakilətihi. Hər bir insanın bir şakiləsi var, ona uyğun əməl eləyir. Şakilə nəyə deyirlər? İnsan ki, dünyaya gəlir, bir müddət keçir, nələr ki eləyir, get-gedə onun şakiləsi formalaşır. Yaxşı işlər görəndə yaxşı xarakterlər formalaşmağa başlayır. Yox, əksinə işlər görəndə o biri mənada şakiləsi, sanki o portreti çəkməyə başlayır. İnsan xasiyyəti dəyişir, artıq adətə çevrilir və get-gedə artıq onun xüsusiyyətinə çevrilir, şakiləsini yaradır. Bunun üçün insan birinci, əvvəldən gəlir diqqətli olsun. İkinci, bundan ibarətdir ki, insan o şakiləsinin əksinə gedə bilərmi? Öz əksinə. Bəli, mümkündür insan öz əksinə gedə bilsin. Özünə yox desin. Biraz çətindir, amma yox deyə bir müddətdən sonra da dəyişə bilər bütün xarakterini. Ona görə hədisdə var ki, buyurur, deyir, xarakteri değişimi möcüzə kimi bir şeydir. Görünən budur ki, yəni çox çətin də olsa mümkündür. İndi gələk əksinə dəyişmək üçün addımlar atmaq lazımdır ki, insanın ruhu, haləti dəyişsin, əksinə müsbət tərəfə. Gözəl.